Hoş geldiniz Rəhman Bey. Hoş gününüz olsun. Evvela onu deyim ki, mən biraz siz çox deyən inanan adam deyiləm. Hər sözə, söhbətə da. Amma hərən uzaqlı var da. Mən Instagrama baxdım. Mən elə-belə gəlmədim buraya. Yəni mən gördüm ki, tanınmışların bir çoxu, populyarların bir çoxu sizə müraciət edirlər və o müraciətdən sizin dediyiniz sözlərdən təsəlli tapırlar. Mən də çox belə keşməkeşli həyatım olub. İstəyirəm bu yaşımda heç olmasa sizdən təsəlli alım. Siz mənə o təsəllini verəsiniz. Yəni mən sakitləşim. Bu həyatda heç olmasa bu yaşımda bir yaşamağa dəysin də. Mən bunu siz girəndə mən hiss elədim və doluxsundum, çox pis oldum. Nə qədər əziyyət çəkmisiniz. Sizin sadəcə olaraq görkəminiz insanları aldadır. Dərya boyda dərdiniz var. Aldadıcı görünüşünüz var sizin. İndiyə nə qədər əziyyət çəkirsiniz. Heç nə də xoşbəxtçiliyi görməmisiniz. Adını eşitmişsiniz xoşbəxtçiliyin. Əziyyət çəkirsiniz, ruhunuz ağrıyır, incir və mənim yanıma gəlməyinizin səbəbi də ruhunuzun sakit olmağıdır. Və keçmişdə bu günə qədər çəkdiyiniz əziyyət, fikir, əsəb, stres gələcəkdə heç bir yaxşılığı, heç bir şeyi qaytarmayacaq. Sadəcə olaraq sizin özünüzə verdiyiniz motivasiya, təskinlik, psixoloji təskinlik sizi həyata bağlaya bilər. Çünki heç evladdan da, ailədən də heç nədən yaramamız. Bunu hər birimiz bilirik. Bəli, mediada da bu var. Ona görə demirəm, gördüklərimə görə demirəm. Hiss elədiklərimə görə deyirəm ki, İçiniz ağrıyır, canınız ağrıyır, bədəniniz ağrıyır. Heç onlar sizə üçün əhəmiyyətli deyil. Elə bir şeylər olub sizin həyatınızda ki, ailəvizə yaraşmayan insanlar girib sizin həyatınıza və udmuşsunuz ki, ailə xatirinə. Bu belə olmalıdır. Narahatçılıqlar çoxdur, indi də var. Və mən istəyərəm ki, sizə ancaq ruhunuzun sağalması üçün motivasiya verim. Allah verdiyi ömrü bilirsiniz necə edirsiniz siz? Allaha da xoş getmir. Qəfəsə alıb belə sıxırsınız. Elə mənfi enerji ilə sıxırsınız ki, niyə belə oldu, niyə belə oldu? O deməklə niyə belə olduğunu buraxmır. Buraxın həyatın öz axarına. Yaşayın, yaşamaq gözəldir. Vallahi yaşamaq gözəldir. Nə olacaqsa ən yaxşısını Allah eləyir. Yaxşıya doğru da, pisə doğru da. Natavan xanım, mənə təskinlik verdiniz. Çox təskinlik verdiniz. Sözün açıq mən gələndə inanmadım. Çünki çox insanlar, çox dünya görüşü böyük insanlar mənə təskinlik vermək istəyir, alınmır. Çünki mən alnıma yazılmam bu olub. Amma hər yerdə təskinlik axtarmışam. Hamından təskinlik olmuşam. Çox sağ olun. Sizə minnətdarlığımı bildirirəm. Yəqin ki, yuxusuz gecələrimin yuxusunu qaytardınız. Çox sağ olun. Minnətdaram sizə. Allah özü kömək olsun. Allah'tan ümidi kəsmə.